Polisə yeni səlahiyyət verilir. Terrorçuluq, dini ekstremizm yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətin qarşısı alındıqda polis silah tətbiq edə biləcək. Həmçinin polisin fiziki qüvvədən, xüsusi vasitələrdən istifadə etməsi də müzakirə mövzusudur. Nardaranda hüquq mühafizə orqanı əməkdaşlarına silahlı müqavimət göstərilməsi, 2 polisin həlak olmasından sonra polis haqqında qanuna dəyişiklik təklif edilir. Daha bir yeniliyə əsasən xaricdə dini təhsil alan şəxs Azərbaycanda dini ayinləri icra edə bilməz. Dini mərasimləri yalnız Azərbaycan vətəndaşları apara bilərlər. Əks halda həmin şəxsləri 2000 manatdan 5000 manatadək cərimə, 1 ilədək həbs gözləyir. Bu düzəlişin geriyə qüvvəsi olacaq, olmayacaq. Bu qanun qüvvəyə mindiyi gündən Azərbaycanın bütün əvvəl bir din xadimlərinin 50% işsiz qalacaq və Cinayət Məcəlləsinin, əgər geçsələr mərasimə ayinə, Cinayət Məcəlləsinin cinayət əməlinin subyektinə çevriləcəklər. O cümlədən dini mərkəzlərə rəhbərlik edən adamlar Daşkətdə oxuyublar. Yoxsa indi Qumda 3000 tələbə, belə deyək də, 3000 oxuyub gəlibdir. Bugün hərəsi də özlərinin fikirləşdiyi bir məsələni həyata keçirir. Dindən çox, daha çox başqa məsələlərlə məşğul. Buna məscid etibar etmək olarmı? Qəti şəkildə etibar edilir. O baxımdan da qanunun ən sərtliyi ilə bu məsələlər tətbiq olunmalıdır. İbadətgahlardan kənarda ictimai yerlərdə dini şüarların və dini atributların, bayraqların nümayiş etdirilməsi də qadağan olunur. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəzlərin üzərində yerləşdirilə bilər. Dini ekstremizmlə, terrorçuluqla məşğul olan şəxslər Azərbaycan vətəndaşlığından da məhrum edilə bilərlər. Bu tip məlumatların yayılması ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələrinin də məsuliyyəti cəlbi nəzərdə tutulur. Uşaqlarını məktəbdən ayırıb dini təhsilə yönəldən, bir ay ərzində 7 gündən çox dərsdən yayındıran valideynləri də 100 manat cərimə gözləyir. Müxtəlif bəhanələrlə uşaqlar uzaqlaşdırılır, dini ayin və mərasimlərə qatırılır. Eyni zamanda onu da deyim ki, bu təkcə İslam dini ilə bağlı bir məsələ deyil. Müxtəlif təriqətlər, sektalar var ki, onların da tədbirlərinə məktəb yaşlı uşaqların cəlb edilməsi hallarına rast gəlirik. Bu nöqteyi nəzərdən bu müddəanın da praktiki əhəmiyyəti olduğunu düşünürəm. Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitələri tərəfindən təklif olunan bu layihələr parlamentin plenar iclasına tövsiyə olundu.